Az mayalı, təndir dadında çörək reseptini sizinlə paylaşıram. Bütün detallarını bilmək üçün videonu sona dək izləyin. Stəkan dolu ilıq suyun üzərinə 1 yemək qaşığı dolu quru maya, çay qaşığının ucunda un, çay qaşığının ucunda şəkər tozu əlavə edib mayanın aktivləşməsini gözləyirik. Ələnmiş 4 kiloqram unun içərisinə 2 yemək qaşığı dolu duz, həmçinin hazırladığım mayanı əlavə edib xəmir yoğururam. Təxminən 2 litr sudan istifadə elədim. İsti ilıq su ilə yoğururam xəmiri. Burada onu qeyd edeyim ki, xəmiri mütləq yaxşı şəkildə yoğurmaq lazımdır. Yoğurub qurtardıqdan sonra da əllərimizi ara-ara suda isladırıq. Baxın bu şəkildə xəmiri yaxşı şəkildə yoğururuq. Üzərini streçlə örtüb 1 saat yarım isti yerdə xəmirin gəlməsini gözləyirik. Mayalanmış xəmiri bir qədər yoğurub havasını alırıq ki, maya qoxusu gəlməsin. Kündələr tuturuq. Kündələri də təxminən 20 dəqiqə gözləyirik ki, daha yaxşı gəlsin. Üzərinə yumurta sarısı çəkib sobada 180 dərəcədə üzü qızarana dək bişiririk. Video xoşunuza gəldisə, səhifəni izləməyi, like etməyi və paylaşmağı unutmayın.